Biri var acı qəm. Acı qəm. Acı qəm odur ki, insanın egosundan qaynaqlansın. Acı qəm hansı qəmdir? Acı qəm odur ki, məsələn, birinə paxıllıq eləyəsən, onun uğruna qəmlənəsən. Bu çox viran edici bir qəmdir. Həyata acılıq gətirir və insanların bu qəmdən qaçması çox təbii bir haldır. Bizi cəmaat ona görə qəmdən qorxur ki, qəm adətən belə şeylərlə əsasəsi olunur təsəvvürdə və normal insan da qəmdən qaçar. Bu qəmdən. Ki, insanın mənfəətindən, egoizmindən qaynaqlanır. Bu sözü mən keçən il demişəm, istər sevinc olsun, istər qəm olsun, əgər egodan qaynaqlanırsa acıdır. Məsələn, rəqibi əzməyin sevinci. Eyni ilə həsəd etdiyin insanın əlində olan nemətə qəmlənmək nə qədər acıdırsa, rəqibi əzib sevinmək də o qədər acıdır. İkisi də acılıq gətirir həyata. Amma hansı sevinc və hansı qəmdə ki, mən olmadı, mən çıxdısa, olmadısa, bu ikisi də qəlbə fərəh gətirir, şadlıq gətirir və bu qəmdən zövq almaq artıq xəstəlik deyil, sağlamlıq əlamətidir. Bəli, bu qəm adama zövq verir, həm yandırır, həm şadlandırır. Bunu necə izah eləmək olar? Bunu ancaq təcrübədən keçirdən adamlar bilər.